Salam hər kəsə, mən nəzarət ölçü cihazları avtomat dərəcə texnik Hüseyin Abdullayev. Gördüyünüz videoda Teoportal vasitəsilə sadə avtomatika dövrəsi qurmuşuq. Əsas məqsədimiz dövrədə olan təhlükəsizlik sensorunun iş prinsipini icra etməkdən ibarətdir. Bunun üçün bizə ST300 PS-dən istifadə etmişik. Gördüyünüz PS-imizin CPU-su, yəni CPU 315, bir ədəd bizim digital input modulumuz və bir ədəd digital output modulumuz. Dövrəni idarə etmək üçün əlavə olaraq biz burada bir ədəd start düyməsindən, stop düyməsindən və reset düyməsindən istifadə etmişik. Dövrəni tam şəkildə iş prinsipini göstərmək üçün bizə əlavə olaraq alarm ledi və bir ədəd indikasiya ledi qoymuşuq. Bu isə bizim təhlükəsizlik sensorumuzdur, fotoelektrik sensorumuzdur. Sensorumuzun iş prinsipi işıq şüası prinsipinə əsaslanır. Sensorumuz daimi olaraq işıq şüası göndərir. Qarşıdakı güclü isə həmin işıq şüasını daimi olaraq sensora ötürür. Yəni əlimizlə biz burada sensorun qarşısını kəsdikdə təhlükəsizlik ledimiz aktivləşir və PS-imizə çıxış siqnalı göndərir. İndi isə Teoportaldan onlayn oluruq ki, yazdığımız məntiq elementlərinin faktiki vəziyyətini yoxlayaq. Hal-hazırda mən start düyməsini basıb mühərrikimiz işə salıram. Gördüyünüz kimi, yəni mühərrikimiz işə düşdü. Stop düyməsi ilə mühərrikimizin işini saxlayıram. Yenidən Teoportalda baxırıq. Start mühərrikimiz işə düşdü. Stop düyməsi isə mühərrikimizi dayandırıram və yenidən aktiv edirəm. Hal-hazırda mühərrikimiz işlər vəziyyətdədir və bizim təhlükəsizlik sensorumuzun qarşısına bir maneə çıxır. Alarm ledimiz aktivləşir, yəni mühərrikimiz işi dayanır və biz bu halda start düyməsini yenidən basanda mühərrikimiz işə düşmür. Çünki bizim qurduğumuz dövrədə əsas məqsədimiz təhlükəsizlik sensorunun burada qarşısına bir maneə çıxdıqda aktivləşməsi, mühərrikin işini dayandırmasından ibarətdir ki, yəni burada hansısa bir insan amili daxil ola bilər bura və yaxud da ki, gedən bir məhsul xəttə bir problem yarana bilər. Operator gəlib yenidən start versə, həmin hissə işə düşməsin və operatorlara gedib yenidən baxış keçirsin. Yenidən bu sahəni işə salmaq üçün biz reset düyməsindən istifadə edirik. Sistem aktivləşdi, yenidən start veririk, mühərrikimiz işə düşdü, stop mühərrikimiz dayandı və yenidən start veririk. Yenidən mühərrikin sensorun qarşısına maneə çıxır. Gördüyünüz kimi alarm aktivləşir və yenidən biz reset düyməsini basırıq. İzlədiyiniz üçün təşəkkür edirəm.